Rubrikamızın bu dəfəki buraxılışında yaşa görə pensiya hüququ ilə bağlı daha bir məlumata aydınlıq gətirəcəyik. Çoxumuz elə bilirik ki, yalnız 25 il sığorta stajı və ya müvafiq pensiya kapitalı olan vətəndaşlar yaşa görə pensiya ala bilərlər. Əslində isə qanunvericilikdə bu tələbləri ödəməyən vətəndaşlar üçün 1 yanvar 2019-cu il tarixindən tətbiq olunan humanist yanaşma nəzərdə tutulub. Belə ki, əmək pensiyaları haqqında qanuna əsasən 1 yanvar 2006-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək fərdi hesabında hətta simvolik cüzi məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə 25 il sığorta stajı hədiyyə edilir və minimum məbləğdə əmək pensiyası təyin olunur. Hazırda ölkə üzrə əmək pensiyasının minimum məbləği 320 manatdır. Pensiya yaşını tamamlamasına baxmayaraq, pensiya hüququ yaranmayan və işləməyən vətəndaşlara isə alternativ sosial ödəniş növü kimi yaşa görə sosial müavinət təyin edilməklə dövlət dəstəyi göstərilir. Mövzu ilə bağlı daha ətraflı məlumatı Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytından əldə edə bilərsiniz.